Hər kəsə salam. Bu dərsimizdə biz Pythonda dictionary nədir, onun haqqında danışacağıq. Dictionary-də list kimi, tuple kimi, set kimi massivin bir növüdür, bir formasıdır. Burada da biz bir çox elementləri bir yerdə saxlaya bilirik. Gəlin indi başlayaq. Birinci onun necə yaradıldığını görək. Daha sonra onun haqqında məlumat da verərəm. Ad olaraq araya yazacağam və içərisində artıq biz dictionary-mizi yaradaq. Bu bəzəkli mötərizədən istifadə olunur. Bəzəkli mötərizə içərisində biz açar və dəyər olaraq, açar və dəyər bu məntiqlə elementlərimizi daxil edirik. Birinci biz keyimizi yazmalıyıq, yəni açarımızı. Məsələn, mən A yazacağam. Qoşu nöqtədən sonra isə dəyərini qeyd edəcəm. Məsələn, 10. İkinci elementə keçmək üçün də vergül qoymalıyam. Yəni, hər bir element arasında vergül işarəsi olmalıdır. Və bir şeydə diqqətinizə çatdırım ki, burada biz key kimi, yəni açar kimi yalnız string yox, həm də rəqəmlərdən istifadə edilir. Yəni mən 5 olaraq, yəni 5-də bir açar olacaq və qarşısında string yazacağam bunu. Salam. Bir dənə də belə bir şey yazaq. 6. Qarşısında bunu da bir rəqəm yazaq. Məsələn 10. Və ümumi dictionary-mizi ekranda çap edək və görüntüsünə baxaq. Görüntüsü gördüyünüz kimi bu şəkildədir. Öncə keyini, qoşu nöqtə və daha sonra da onun qarşısındakı dəyəri qeyd edir. Bu şəkildə bütün elementlərimizi yazdıra bilirik. Və yenə xatırladım ki, siz key kimi, yəni açar kimi həm hərf, həm də belə deyək, rəqəmlərdən istifadə edə bilərsiniz. Təkcə buna diqqət edin ki, hərf yazanda, yəni string yazanda bu qoşu nöqtələr, çox üzr istəyirəm, qoşu nöqtə yox, dırnaq işarələrindən istifadə etməyi unutmayın. Daha sonra keçək indi dictionary xüsusiyyətinə. Dictionary belə deyək, əvvəllər sıralı bir, yəni elementlərdə belə deyək, müəyyən bir sıralama yox idi, sıralı deyildi. Amma səhv etmirəmsə 3.7 versiyasından sonra, yəni Python'ın 3.7 versiyasından sonra artıq sıralı oldu. Hal-hazırda yəni sıralı haldadır. Daha sonra burada təkrara icazə verilmir. Təkrar deyəndə nədən nəzərdə tuturam? Baxın, biz 2 dənə 10 dəyərinə sahib, belə deyək, element yaratdıq. Yəni dəyərlər eyni ola bilər. Amma bizim burada istifadə etdiyimiz açar eyni ola bilməz. Yəni mən 2 dənə 5 yaza bilmərəm. Yəni proqramı işə saldıqda gördüyünüz kimi yalnız birini qəbul elədi. Yəni burada bizə proqram müəyyən bir error verməsə belə, yalnız və yalnız sonuncu qiyməti daxil etmiş oldu. Bu səbəbdən də siz burada təkrar açarlardan istifadə edə bilmirsiniz. Yalnız sonuncu açar hansı dəyəri alıbsa, o dəyəri götürər və o cür işləyəcək. Ona görə də mütləq şəkildə açarlarınız müxtəlif olmalıdır. Daha sonra bizim bu dictionary-larımızda artıq belə deyək, elementlərin, dəyərlərini dəyişmək mümkündür. Yəni siz A-nın qiymətini 10 yox, 15 edə bilərsiniz. Yəni bu tip xüsusiyyətlər mövcuddur. İndi isə keçək buradakı müəyyən bir elementi çağırmağa, yəni müəyyən bir açara sahib elementi istifadə eləməyə. Bunun bir neçə yolu var. Birinci yolu biz R yazıb bu kvadrat mötərizədən istifadə edərək içərisində açarımızı qeyd edirik. Məsələn, mən A açarının dəyərini istəyirəm. Gördüyünüz kimi A açarının dəyəri də mənə göstərir. Təbii ki, rəqəmdə də bir problem olmayacaq. 5 yazdıqda da onun dəyərini bizə göstərir. Bu şəkildə siz element çağıra bilərsiniz. Digər bir yol get metodudur. İçərisinə biz bir açar daxil etməliyik. Məsələn, yenə A-nı daxil edirəm və qarşılığında da 10 dəyərini görmüş oluruq. Get metodu ilə də siz keyini, yəni açarını qeyd edərək value-nu, yəni dəyəri götürüb istifadə edə bilərsiniz. Daha sonra bizdə belə bir metod da var, case. Bu metod nə edir? Bu metod mənim bu dictionary-min içərisində olan açarları belə deyək, götürüb onları yazdırır. Yəni burada dəyər artıq daxil deyil, yalnız və yalnız açarları yazdırır. Bu şəkildə də siz dictionary daxilində hansı açarların olduğunu görə bilərsiniz. Daha sonra bizim burada values adlı bir metodumuz da var. Bu metodda da case'in əksinə burada ancaq açarlar, daha doğrusu üzr istəyirəm, dəyərlər göstərilir. Bizdə case'də yalnız və yalnız açarlar idi. Values metodunda isə yalnız dəyərləri göstərmiş olur. Daha sonra bizdə items deyə bir metod var. Bu metoddan istifadə etdikdə də bu şəkildə bizə bir list qaytarır. Bunun içərisində gördüyünüz kimi birinci key, daha sonra isə həmin keyin dəyəri qaytarılır. Bu şəkildə siz oradakı elementləri yenə əldə edə bilirsiniz. Daha sonra biz burada müəyyən bir elementin varlığının, yəni olub olmamasını da yoxlaya bilirik. Bunun üçün də
in-dən istifadə edirik. Yəni bu şəkildə bir şey yazacağam. A in R true dəyərini qaytarır. Qeyd edim ki, biz bu in-dən yoxlanışda açardan istifadə edirik. Açarı qeyd edirik və həmin açarın orada olub olmadığını yoxlayır. Bu da var. Məsələn, 10 yazacağam. 10 artıq yoxdur. Yəni bizim 10 olaraq bir dəyərimiz var, amma açar deyil. Mən də nə qeyd elədim? Burada yalnız açarı yazırıq. Həmin açarın olub olmadığını bu şəkildə öyrənə bilərik. Burada var olan məlumatları necə əldə edə biləcəyimiz haqqında məlumatı aldıq, öyrəndik. Bir neçə üsul göstərdim sizə. Yəni müxtəlif belə deyək, halları sizə göstərdim. Daha sonra keçək biz buradakı elementləri dəyişdirməyə. Məsələn, mən A-nın dəyərini 10 yox, 15 eləmək istəyirəm. Bu zaman belə bir yolumuz var. Mən məsələn R nə dedik? A açarını dəyişmək istəyirəm. Bu zaman R yazıb kvadrat mötərizədən istifadə edib içərisində açarı qeyd edirəm və qarşısında bərabərdir yeni dəyərini qeyd edirəm. Bu şəkildə mən dəyərimi yeniləmiş oluram. Proqramı işə saldıqda artıq A-nın dəyərinin 15 olduğunu da biz burada görürük. Bizim bir digər yolumuz da var. Bu artıq metodla olacaq. Update metodu ilə. İçərisində bu şəkildə bəzəkli mötərizə işarəsini qoyub açarımızın adını qeyd edirik. Qoşa nöqtə qoyub dəyərini qeyd edirik. Məsələn 15 olsun deyək. Və proqramı işə saldıqda yenə A-mızın dəyərinin 15 olduğunu burada görürük. Yəni siz hər iki yoldan da istifadə eləyərək öz elementinizin, daha doğrusu dictionary-də olan hər hansı bir elementi dəyişə bilərsiniz. Hətta biz gəlin belə bir şey də yoxlayaq. Yəni kimsə marağında ola bilər. Olmayan bir şeyi dəyişdirmək istəsəm nə olacaq? Yəni update-lə proqramı işə salıram. Bu zamanda gördüyünüz kimi var olmayan bir şeyi yenilədiyimdə həmin elementi, belə deyək, dəyəri bizim dictionary-mıza əlavə etmiş olur və bu əlavə də həmişə dictionary-ın sonuna edilir. Yəni sonuna əlavə edilir. Bu şəkildə də belə bir özəlliyi var. Daha sonra keçək biz artıq elementlərin silinməyinə. Əlavə etməyini də indi göstərdim. Bu update-in bir başqa özəlliyi var idi. Yəni həm burada siz elementi dəyişə bilirdiniz, həm də olmayan bir elementi yazdıqda da dictionary sonuna siz həmin elementi əlavə etmiş olurdunuz. Daha sonra silmək üçün nə var? Pop var. Popun içərisində biz bir açar qeyd eləməliyik. Məsələn A. A-nı qeyd edirəm və artıq A olmayacaq, yəni A silinəcək. Bu şəkildə siz müəyyən bir elementi silə bilərsiniz. Daha sonra pop item var. Pop item metodu parametr qəbul etmir və həmişə bizim bu dictionary-mızdakı sonuncu elementi silir. Gəlin bunu biz 2 dəfə işə salaq. Pop item. Və gördüyünüz kimi element yoxdur. Yəni birinci biz bu sonuncu elementi sildik, sonra da tək bu element qaldığı üçün bunu silmiş olduq. Daha sonra clear var. Clear bir növ içini təmizləyir, yəni içindəki elementləri silir, amma R deyə bir dəyişən mövcuddur. Bir element mövcuddur. Gördüyünüz kimi burada sadəcə bu işarəni qaytarır. Yəni içi boşdur, amma R mövcuddur. Daha sonra bizdə del var. Del vasitəsilə silmə. Burada da məsələn belə bir yazılış yazacağam. Del yazıb R nöqtə, üzr istəyirəm, nöqtə yox, kvadrat mötərizə və içərisində açarımızı qeyd edirəm. Proqramı işə saldıqda A-nın silindiyini görə bilərik. Daha sonra bir də bunu göstərim sizə. Əgər siz burada bu şəkildə bir ifadə yazsaz, proqramı işə saldıqda gördüyünüz kimi bir errorla qarşılaşacaqsınız. Səbəb də odur ki, siz ümumiyyətlə belə deyək, dictionary-nin özünü sildiniz və R deyə bir şey mövcud olmadığı üçün artıq buradakı print əmri R-ı görmür, yəni tapa bilmir, çünki zaten siz onu silmisiniz. Belə bir şeydə sizin diqqətinizə çatdırım. Daha sonra biz bir kopya yaratmaq istəsək, məsələn R1. Burada bu şəkildə bir şey də yaza bilərsiniz. Məsələn, belə deyək, belə bir tip yazılır. Siz bu şəkildə də belə deyək, kopyalaya bilərsiniz. Bu zaman proqramı işə saldıqda gördüyünüz kimi biz burada R-ı qeyd eləmişik. 1 yazaq. Burada R1-ə də eyni qiymətləri təyin etmiş oldunuz, amma burada bir kopya yaratmadınız. Kopyanı yaratmaq üçün burada kopya adlı bir metod var. Bu gəlir bu dictionary-ın kopyasını yaradır və həmin kopyanı da biz R1-ə
bir qiymət olaraq, dəyər olaraq təyin etmiş oluruq. Bu şəkildə də eyni elementləri əldə edə bilərik. Daha sonra burada bir digər vacib yazılış da olaraq nə qaldı? Biz dictionary-nin içərisində başqa bir dictionary də yarada bilirik. Yəni bir növ belə deyək, bu arın içərisində bu tip ardan bir ədəd də yarada bilərik. O da necə olur? Məsələn, mən gəlirəm burada dictionary-mi qeyd edirəm, elan edirəm. Daha sonra burada içərisinə yazıram R1 və yenidən bu işarədən istifadə edəcəm. Amma burada artıq qoşa nöqtə qoyulacaq və bir dənə də bir şey biz düz yazmadıq. Bəli. Bu şəkildə yazılışdan istifadə edilir. Yəni R1 arın bir elementidir, yəni həm açardır, həm də öz içərisində müəyyən bir topluluq elementlər saxlayır. İçərisində də elementləri belə qeyd edəcəm. Məsələn, A deyək, vergül qoyaq, vergül yox, üzr istəyirəm, qoşa nöqtə qoyaq, 5 yazaq, vergül. Bir də B deyib, qoşa nöqtə qoyaq və başqa bir dəyər yazaq, məsələn 10. Bu şəkildə siz elementlərinizi daxil edə bilərsiniz. Daha sonra mən ümumi R1-imdə vergül qoyub, ikinci elementimi yaradıram, R2-ni. Qoşa nöqtə qoyub, yenidən bu bəzəkli mötərizə işarələrini açıram və içərisində yenidən element daxil edirəm. Məsələn, C, qoşa nöqtə qoyub, bir dəyər qeyd edirik. Yəni, bir də eyni dəyər yazaq, yəni yenə A açarla istifadə edirəm və bu zaman bir xəta almıram. İndi toxunacaq hamısına. Biz buradan bir element çap etməmişdən qabaq, gəlin birinci ümumi A-rı çap etdirək. Gördüyünüz kimi ümumi arımızın dəyəri bu şəkildədir. Bizdə nəyə görə burada təkrar element olduğu halda bir problem yaşanmadı? Bu təkrar elementlərin valideyni, yəni bunun bir üst təbəqəsi R2-dir. Yəni birində R2-dir, birində R1. Bunlar onsuz da müxtəlif yolları olacaq. Yəni məsələn, mən buradakı A-nı istəsəm, belə bir yazılış yazmalıyam. R1 və yanında bir dənə də kvadrat mötərizə qoyub, daha doğrusu mən burada R1 yox, R yazacağam. Daha sonra bir dənə də kvadrat mötərizə açıb, R1 yazacağam. Bu şəkildə bir yazılışdan istifadə edəcəm. Biz burada dırnaq işarələrini də qoyaq. Belə nəysə səhv yazdıq. Üzürlü sayın gördüm. Burada R1 yazıb, burada A yazmalıydım. Bu şəkildə bir yazılışda artıq 5 dəyərini alıram. Amma digər A-nın dəyərini istəsəm, o zaman yazılışımızın forması bu şəkildə olacaq. R2A. Yəni, gördüyünüz kimi burada yollar müxtəlifdir. Bu yolların müxtəlif olması səbəbi ilə də siz artıq burada heç bir problemlə qarşılaşmırsınız. Müxtəlif, belə deyək, elementlərin içərisində A-lardan, eyni keylərdən, eyni adlı keylərdən daha doğrusu istifadə edə bilirsiniz. Bizim bir də belə bir özəlliyimiz mövcud idi. Bu dərsimiz bu qədər idi. Növbəti dərsdə görüşərik, amma bir şey də qeyd edim. Əgər nəyisə başa düşmədiksinizsə, mütləq şəkildə şərh bölümündə qeyd edə bilərsiniz, qeyd edərsiniz. Növbəti dərsdə görüşənədək hələlik.